Bismillahirrahmanirrahim. İslam dini ve kızlar, kız balalar. Bilirik ki, İslam dini ərsəyə gələndə, Allah tərəfindən enəndə, qızlar bütün dünya üzrə həmin o əsrlərdə çox təhqir olunurdular, dəyərsiz hesab olunurdular. Qız övladı dünyaya gələndə Quran-ı Kərimdə deyilir ki, atanın rəngi dəyişirdi ki, mən neyniyim, aparım onu diri-diri bastırım, öldürüm, neyniyim ki, bu biabırçılıqdan xilas olum. Təsəvvür edin, Allah bir nemət verib, bir hədiyə verib, onu valideynlər belə qəbul edirlər. Niyə? Çünki ümumi bir adət halını almışdı ki, adamın qız övladı əskiliyi gətirir və s. və ilə axır. İslam dini nəinki bu xurafat, bu dəhşətli, faciəvi cəfəngiyatı aradan qaldırmağa çalışdı. Hətta məsələni tam əksinə nümayiş etdirdi. İslam Peyğəmbəri Hz. Muhammed sallallahu aleyhi və səlləmin pak nəsli ki, onlardan imamlar dünyaya gəlib, onlardan Hz. Hüseyin əleyhissalam dünyaya gəlib, Hz. Mehdi əleyhissalam dünyaya gəlib, İmam Sadiq əleyhissalam və digər pak məsumlar dünyaya gəlib, onları məhz qız övladından bu nəsli artırdı Hz. Fatimə Zəhra salamın əleyhadan. Quran-ı Kərimin ən böyük surələrindən biri Hz. Məryəm salamın əleyhanın adına gəlir. Məryəm surəsi. Və Quranda da, hədislərdə də qızın fəziləti onun iffəti ilə, isməti ilə xarakterizə olunur. Qız övladı öz-özlüyündə çox fəzilətli bir şeydir. Hədislərdə var ki, qız övladına Allahın diqqəti oğlan övladından daha çoxdur. Hədislərdə var ki, bu dediklərim hamısı mötəbər hədislərdir. Daha mən mənbələrinə getmirəm, ərəbcəsini demirəm. Hədislərdə var ki, qızı olan ata üçün mələklər dua edirlər ki, Allah onun günahlarını bağışlasın. Qız olan evə mələklər gündə bir neçə dəfə gəlib gedirlər. Bir dua var Quran-ı Kərimdə: Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirəti həsənətən və qina əzəbənnar. İlahi, bizə dünyada da həsənə ver, axirətdə də həsənə ver, bizi cəhənnəm odundan qoru. O həsənə ərəb dilində bir gözəllik, gözəl hədiyyə deməkdir. Hədisdə var ki, İlahi, mənə dünyada həsənə ver, yəni qız övladı ver. Yəni qız övladı ver. Həsənə qız övladıdır. İmam Sadiq əleyhissalamın, səhv eləməsəm, səhabələrindən birinin qızı olmuşdu. Bu səhabədə narahat idi biraz ki, mənim qızım olub. Çünki o adət-ənənə hələ tam təmizlənməmişdi. İmam ona sual verdi. Buyurdu ki, filan kəs, birdən Allah Teala sənə ixtiyar versə, desə ki, sənə nəsə vermək istəyirəm. Sənin seçməyin məsləhətdir, ya mən Allahın seçməyi məsləhətdir, həmin o neməti, lütfi sənə etməyin. Tərəf dedi ki, ağa, məlumdur ki, Allahın seçimi daha düzgün olar, daha məsləhətli olur. İmam burada sənin üçün Allah Teala qız övladını seçir. Bundan artıq nə istəyirsən? Hədisdə var ki, ananın imtiyazlarından biri budur ki, ilk övladı qız övladı olsun. Bu qədər mühümdür. Hədisdə deyilir ki, oğlan övladı nemətdir, qız övladı hədiyyədir. Hədiyyə insana mükafat gətirir. Amma nemətin haqq hesabı var ki, bu neməti harada istifadə etdi. Hədisdə var ki, kim öz qız övladını təlim tərbiyəsi ilə məşğul olaraq, ədəbləndirərək, həya ilə, iffət ilə, ismət ilə boya başa çatdırsa, Allah Teala cənnəti onun üçün, həmin o ata üçün, ana üçün hazırlayar. Bir hədis var Peyğəmbər sallallahu aleyhi və səlləmdən, çox gözəl şəkildə qızları xarakterizə edir və bu hədisdəki xarakterizə təlimatından anlaşılır əslində qızın necə fəzilət olduğu və niyə məhz qıza önəm verildiyi. Baxın, Peyğəmbər sallallahu aleyhi və buyurur ki, nə gözəl övladdır qız övladı. Çünki onda 5 dənə xasiyyət var ki, oğlanda ya yoxdur, ya da bu dərəcədə deyil. Birincisi, buyurur, müləqqifatun, qız övladları lütfkar olur. Atanın qayğısına qalır, ananın qayğısına qalır.
bacı qardaşın qayğısına qalır. Görsən, qardaşı ilə dalaşsa belə, savaşsa belə, pis vəziyyətdə qardaşını ata-anadan da müdafiə eləyir, yadlardan da müdafiə eləyir. Qız övladı qayğıkeşdir, lütfkardır, həmdəmdir. Qız övladı valideynə də, yaxınlarına da mehribandır. Görsən, oğlan övladının heç diqqəti yoxdur ki, atamın üzündə nəsə dəyişikliyi var, anamın dərdi var. Amma qız övladı dərhal sezir bunu, dərdləşmək istəyir, qayğısına qalır. Mücəhhizətun, qız övladı hər şeyi hazırlayandır. Yemək hazırlasın, geyim hazırlasın, süfrə hazırlasın, dizayn qursun, nəsə hazırlamağı xoşlayır. Oğlan övladında bu ya yoxdur, ya bu dərəcədə deyil. Munisətun, qız övladı həmdəmdir, munisdir, adamın dərdləşmək istəyir, adam ona sığına bilir. Qız övladı mübarəkatun, bərəkətlidir, hər mənada bərəkətlidir. Həm hədisdə var ki, qız övladı gəlməmişdən əvvəl Allah onun ruzisini bol-bol yetirir. Bir də ki, bu kainatın şah əsəri insandır. İnsan kimi nemət yoxdur bu maddiyyət arasında. Bir yəni Quran-ı Kərimdir ki, insanlar üstündür. Qalan hər şeydən insan üstündür. Və bu insanı Allah Teala qız övladından dünyaya gətirir. Bundan böyük nə bərəkət ola bilər ki? Və sonda buyurur müfəlliyatun, qız övladı səliqə səhmanlıdır, təmizləyicidir. Elə istəyir evi təmizləsin, səliqəyə salsın, özünü təmizləyib səliqəyə salsın. Qızlar necə geyimlərinə fikir verirlər, oğlanlar necə fikir verirlər. Hər sahədə, hər sahədə. Baxın, elə bir Allah Teala bunları yaradanda elə bu potensialla yaradıb. Oğlanda bu potensial yoxdur. Düzdür, bizim cəmiyyətimizin fəsadına görə, kobudluğuna görə, cəmiyyətimizin çox heyvani bir istək uğruna hər şeyi fəda etməyə hazır olduğuna görə bəzi proseslər yaranıb. Bu proseslər fonunda qız övladı çox kölgədə qalır. Amma İslam dininin baxışı qız övladına budur. İffətli qız, ismətli qız, ədəbli qız Allah Taala'nın misilsiz nemətidir. Misilsiz nemətidir. Onları qorumaq lazımdır, onların qayğısına qalmaq lazımdır. Onların vasitəsilə insan asanlıqla cənnəti qazana bilər. Təsadüfi deyil ki, İslamın ən böyük nurani xətti, nurani nəsli sülaləsi Həzrət Fatimə Zəhra salamullahi əleyhə kimi bir qızdan davam edib və onun nəslindən Hüseynlər, Mehdilər, Sadiqlər və digər mübarək nurlar əleyhissalam dünyaya gəlib.